Uşaqlar, salam edirəm. Əyləşin. Gəlin, başlayaq. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycan bugün zirvədədir. Azərbaycan bugün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Və biz haqlı olaraq fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Ben Azerbaycan Respublikası'nın bu ağır devrinde bu yükü göstermeliyim. Ben götürmüşüm ona göre yok ki bu vazifemden lazım derslerin buna göre yok. Götürmüşüm ona göre ki öz bacı kardeşlerime, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmətdir. Defalarla demişəm, hayatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Eğer hansı bir namert gülləsi, hansı bir terrorcu gülləsi beni hayattan götürərsə, benim sözüm de, benim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda kurban olmaya hazırım. Artıq uşaqlar hər bir akademik dərs saatımızda olduğu kimi bugünkü dərsimizdə də təlim məqsədlərimiz var. 2 təlim məqsədi götürmüşük. Fikrini sadə dildə izah edir və mətndəki faktlara müasir dövrlə əlaqələndirməyi bacarır. Və bütün bunları da reallaşdırmaq üçün təbii ki, dərslikimizdəki həmrəylik nədir? Həmrəyliyimiz əbədidir mövzusunu öyrənəcəyik. Azərbaycanlı kimi hər bir Azərbaycanlı bu tarixin yaranması təbii ki, maraqlıdır. Gəlin baxaq görək, həmrəyliyimiz necə yaranırdı. 31 dekabr
Dekabrdır. Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Bu tarix 1989-cu ildə noyabr ayının 16-sında İran sərhədlərinin dağılması ilə nəticələndir. O vaxtki dövrdə Naxçıvan Muxtar Respublikasının ali sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu günün qeyd olunması qərara alındı. Heydər Əliyev dünya Azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixli dünya Azərbaycanlılarının qeyd edilməsini qərara alındı. Çox keçmədi ki, Mərkəzi Komitədən buna müsbət cavab gəldi. Və təbii ki, həm Sovet dövrünün süqutu dövrünə yaxın əlaqələrdə, həm İran sərhədlərində, Araz sahilində utanı-utanı həmyerlərimizin həftələrlə azadlıq şüarları nəticəsində, İran sərhədlərinin bu məhdələrin qırmaq cəhdləri nəticəsində reallaşmış oldu. Və artıq dünyanın 70 ölkəsindən artıq bir ərazidə dünya Azərbaycanlılarının 50 milyondan çox Azərbaycanlının bu tarixi qeyd edilməsi ilə nəticələndir. Bugün bu tarix rəsmi surətdə isə 1992-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulmuş oldu. Dünyanın 70-dən artıq ölkəsində 50 milyondan artıq insanların həm yerlərimizin bir araya gəlməsi, onlar arasında əlaqənin yaradılması, birliyinin təmin olunması üçün bu günün tarixi əhəmiyyəti vardır. Təbii ki, bu dönəmlərdə də biz bu artıq sayılı günlər qalıbdır. Həm Dünya Azərbaycan Həmrəylik gününü qeyd etməyimizi, həm də yeni ili qarşılamamızı. Bu dövrlər artıq 5 ildir ki, biz bu bayrama daha bir ovqat qalmışıq. Yəni, 44 günlük vətən müharibəsindən sonra qalib dövlət, qalib xalq olaraq bu günü qeyd edirik. Təbii ki, bu günün özündə də vətən oğullarımızın, şəhidlərimizin, qazilərimizin bir olması, həmrəy olması nəticəsində başa gəlmişdir. Bu Azərbaycan xalqı, qalib Azərbaycan xalqı, Azərbaycan oğulları həmişə bir olsunlar, həmrəy olsunlar və daim Azərbaycana bu həmrəyliklərini, bu birliklərini dünyaya nümayiş edilə bilsinlər. Artıq video sujetini də dinlədiniz, yeni dərs izahını da dinlədikdən sonra yəqin ki, suallara hazırlığımız göstərəcəkdir. Gəlin birlikdə baxaq görək, birlik nədir uşaqlar? Buyur görüm Nəzrin. Vahid olmaq, mərəzi olmaq Günəş buyur. İnsanların vətənə dəyər sahib tutması Deməkdir. Uğur. Məncə birlik olmaq, iki və daha artıq şəxsiyyətin bir üzərində çalışmaq. Bağışsayda. Orada dediği kimi, insanların qrupların fikir ayrılığı olmadan birlikdə hərəkət etməsi. Ləvan buyur qızım. İnsanlar birlikdə olduqda daha güclü olur və təhlükələri asanlıqla dəf edir. Səbinə. Mənim fikrimcə, eyni məqsəd uğrunda birləşmək, bir olmaq, çətin anda birlik nümayiş etdirmək. Qurbanlı. İnsanların və ya qrupların bir ortaq məqsəd, fikir və ya hansısa bir ortaq maraq ətrafında bir araya gəlməsi. Manaqlı. Bir yerdə olmaq, bircə olmaq, bir-birinə dəstək olmaq mənim fikrimcə birlik. Aydanın fikrini çəkməz. İnsanların bir məqsəd üzərində toplanması və həmrəy olması. Yaxşı. Deyin görün, bəs siz tək olanda nələri edə bilmirsiniz, nəyi bacarmırsınız? Qurbanlı. Uzun yol gedə bilirik. Uzun yol. Nəzrin, şəxsiyyətiyə bax. Mən heç anda bir çox qərarlar verə bilmirəm, çünki öyle qərarlar var ki, onlar dəstəkçi vermək risk edir. Yusif, Mən də ki, olanda risk məsələrini həll edirəm. yazıq məsələlərdən həll edə bilmir. Buyur Günəş. Tək anda fikir bölüşmək, məsləhət almaq, çətin anlarda daim tutmaq çətin olur. Səbinə qızım. Mən tək olanda qaranlıq bir yerdə gedə bilmirəm və ya iş görə bilmirəm. Manaqlı. Dərdlərini, problemlərini kiməsə bölüşüb, kiməsə məsləhət ala bilmirəm. Yaxşı. 18-ci əsrin əvvəllərində belə bir sənətkarımız var, Aşır Abbas Tufarqanlı. O deyir ki, Abbas bu sözləri deyər sərindən, arxı vurdur, suyu gəlsin dərindən. El bir olsa, dağ oynadan yerindən, söz bir olsa, zər bitərəm səndən. Deyin görüm, el bir olsa, dağ oynadan yerindən məsələlə necə münasibət bəsləyirsiniz? Buyur Nəzrin.
İnsanlar hər zaman bir olsa, hər bir işin üstəsindən asanlıqla gələ bilərlər. Hətta ən çətin görünməz işləri belə. Bağışlayda. Bu fikir məcazi mənada işlədir. Burada dağı yerindən oynatmaq, yəni mümkünsüzü bacarmaq mənasında. Olur. Bu cümlədə imkansız olan bir şeyi insanın bir yerdə gəldikdə problemi həll edə biləcəyini anlaşılır. Səbnə. Bu məncə sadəcə bir söz və ya atalar sözü deyil. Burada o mənada deyilir ki, yəni insanlar bir olduqda nə qədər güclü olduğunu deyilir. Birlik və həmrəylik olsa, insanlar ən çətin işləri belə üstəsindən gələ bilər. Maraqlı. Biz bir olsa, birlik olsa, böyük problemlər üstəsindən gələ bilərik. Bağlı. Məncə birliyin güclüyünü vurğulayır. Tək bir insan edə bilməyəcəyini, bir neçə insan toplaşan edə biləcəyini. Yamanlıyor. Etr olsa, davanın ifadəsi hamısını birlikdir. İnsanlar birlik olsa, həmrəy olsa, ən çətin, hətta mümkünsüz şeylərin üstəsindən gələ bilərlər. Yaxşı uşaqlar. Bəs sinifdə çətinlik çəkən şagirdlər olur. Sinif olaraq ona necə yardım edirsiniz uşaqlar? Maraqlı buyur. Nəyə görə çətinlik çəkmək səbəbini öyrənib, onun çətinliyində kömək olmağa çalışır. Buyur Zəhra. Biz hər çətinlik çəkəndə Zəhranın dediyi kimi çətinliyi soruşuruq. Məsələn, dərs barəsində olanda hamımız birlik olub, sinifdə ona kömək edir. Beləliklə birliyə həmrəylik yaranır, çətinlik yaranır. Mən onun problemini kökünü araşdırıb, ona kömək etməyə çalışarım. Uşaqlar, gəlin sizə belə bir suallarda ünvanlanıb. Həmrəylik nədir o zaman? Bax, birliyə toplumdur, çətinliyə toplumdur. Gəlin bir qaralaşaq ki, bu həmrəylik nədir? Ləman buyur. İnsanların birindən dayaq olması, bir-birinə kömək etməsi. Kömək etməsidir. Olur. Hər hansı bir ölkədəki əhalinin bir araya gəlməsi. Nəzrin. İnsanların bir-birinə dəstək göstərməsi, hər an bir-birinin yanında olması. Hüseyindir. Çətinliyi görmək gücü tutması. İnsanlar hər hansı bir problemdə bir-birinə dəstək çıxması. Dərsimizin bu mərhələsində isə dərslikdə verilmiş həmrəyliyimiz əbədidir mətninin oxusu ilə davam edirik. Buyur Zəhra. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü'nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev Dünya Azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi, Azərbaycan gələcəyi üçün tarixi və strateji önəm daşıdığını vurğu etdi. Həmin dövrdə Ulu Öndər tərəfindən irəli sürülmüş Azərbaycançılıq ideyası Azərbaycan dünya birliyinə inteqrasiyasının təməl sütunlarından biri oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə dekabr ayının 16-sında Naxçıvan Muxtar Respublikasının adi məcəlləsi Dünya Azərbaycanlıların Həmrəyliyi və Birlik Günü haqqında tarixi qərar qəbul edildi. Bu qərara əsasən dekabrın 31-i Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi elan edildi. Bəsdir. Bir də xatırladım ki, mətni oxuduqca mətndəki faktları da qeyd etməyə çalışın. Zəhra buyursan davam edək, manatlı. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsində səfərlənən 50 milyondan çox Azərbaycanlıların vahid Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsini və milli diasporamızın formalaşmasının əsası qoyuldu. 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü üçün qeyd olunmasına dair qərar qəbul etdi. 1996-cı ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi rəsmi elan edildi. Bu tarifi gün ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadı. Bəsdir. Nəzrin Şabiyeva. Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideyasının dünya Azərbaycanlıların həmrəyliyini təmin edilməsində rolunu yüksək qiymətləndirdi. O, güclü diaspora təşkilatının formalaşdırılmasını və onun Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlıların birinci qurultayında demişdir. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıqdır. Öz ürəyimizdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyət onun qürur və mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də Və görəcəksiniz ki, biz bu qrupçunun iş vərəqlərini hər zamankindən fərqli formatdadır. Və sizdən xahiş edəcəm ki, bu formatın necə olduğunu özünüz təyin edərsiniz.
Başladınız mı şahane? Kendi bir takdimatına neler hazırdır? Kimden başlayalım? Bağışsaydıdan başlayalım. Orada kitabda şu suallardan bu. Mənim kitabda şəkil verilib, onun barədə esse yazmağımızı bizdən istəyib. Şəkildə insanların və xalqların həmrəliyini göstərir. Yəni insanlar birlikdə olduqda hər şeyi becərə bilərlər. Dünyada həmrəlik əbədi olmalıdır. Çünki biz birlikdə olduqda daha güclüyük. Yaxşı. Sonra nəsə buyur. Hadi yola. Başla da lazım. Azadlıq insanın ən çətin anda əldə olunan azadlıq insan öz keçmişidir. Azadlığın ən böyük düşməni isə budur ki, onun beynindən çıxmayan fikirdir. Çünki insanın daxilində hakim olan odur. Azadlıq isə bir sevgi kimidir. Onu bir dəfə aldatırsa, bir daha çətin görəcək. Sonra Elma buyuruyorum. Məndə sonuçta 84-cü səhifədə verilmiş, həmrələkdə verilmiş suallar doğrudur, bu bəli düzgün olmuş hadisələrdir. İllərdir Azərbaycan xalqı əsarət altında qalmışdır və bu nöqtəsindən həmrəli olmağa gəlmişdir. Qurbanlıq sən buyur. Mətndəki əsas faktları yazmağımızı istəyirik. Birinci fakt isə 31 dekabr Dünya Azərbaycan Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabrın 16-sında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Dünya Azərbaycanlıların Həmrəylik və Birlik Günü haqqında tarixi qərar qəbul edildi. Üçüncüsündə isə 1992-ci ildə isə Azərbaycan Respublikasının parlamenti tərəfindən 31 dekabr Dünya Azərbaycan Həmrəylik Gününə dair qeyd olunmasına qərar qəbul edildi. 1993-cü ildə isə Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycan Həmrəylik Günü rəsmi bayram elan edildi. Bu mətndəki faktlarıydı. Hüseynli buyur. Milli azadlıq mübarizəsi xalqımızın nə üçün lazımdır? İnkişaf etmək üçün, müstəqil olmaq üçün, həm də ki biz birlik həmrəy olanda sadəcə kütləyə, həm də millət olur. Yaxşı, Mahmud buyur. Mən iki Azərbaycan xalqının milli azadlıq hərəkatını yazmışsınız. İlk etiraz hərəkatı 1988-ci il 19 fevralda Bakıda başlamışdır. Sonra isə toplanan hadisənin nəticəsində meydan hərəkatı baş vermişdir. Biz tarixə nəzər salsaq, Hürrəmlər hərəkatında görə bilərik. Məndə isə mətndə fərqləndirilmiş sözlərin leksik mənasını yazmağımı istəyir. Mətndə isə fərqləndirilmiş sözlər inteqrasiya, diaspor və strategiyadır. İnteqrasiya məncə keçid, birləşmə deməkdir. Diaspor isə bir ölkədə, yəni keçid, köçmək deməkdir. Məsələn, xaricələrin köçməyi. Yəni bir yerdən başqa ölkəyə keçməsidir. Strategiya isə əvvəlcədən düşünülmüş, planlı olan bir sistemdir. Qurbanlısın sən buyur. Burada bizə mətnin əsas ideyasını istəyir. Mətnin əsas ideyasına uyğun olaraq güc bilgidir. İnsanın güclü olsa, bütün təsirlərin üstəsindən gələ bilərlər.
Yaxşı. Təqdimatı qaldı. Başqa? Aydan buyur. Məmnun dostluq, sevgi və mərhəmət haqqında esseysdədir. Birlik varsa, birlik olan yerdə sevgi, məhəbbət və qardaşlıq da vardır. Biz həmrəy olsaq, cəmiyyətimiz güclənir və inkişaf edir. Başqa kimdə qaldı? Buyursan da. Azərbaycan həmrəylik günü haqqında tarixi faktlar yazması istəyir. O dövrlərdən Azərbaycan Naxçıvanda və Şimali Azərbaycanda sərhədlərin dağıdılırdı. Bu qərarla İstanbulda konfrans keçirildi. Bu konfransda Azərbaycan Naxçıvan Muxtar Respublikasının sədri Heydər Əliyev 1991-ci ildə dekabrın 16-sı Azərbaycanın bir yerə gəlməsi ilə 31 dekabr Dünya Azərbaycanının Həmrəylik günü elan etdi. Təqdimatını ver. Daha çox qaldı. Hər kəs bitdi. Yaxşı. Biraz önce de dedi, yani işaretlerde parmakla dəyişildi. Sizcə nə görürsünüz, niyə belə oldu? İşçilərdən bu halda olması nəyi xatırlanır? Yəni bizdə birlik olub, həmrəylik yaratdıq. Həmrəylik yaratdıq. Başqa kitabçılar rahatsız, yoldaşınızın içində nəzri və çərəvələrində. Birliyin gücünü ifadə edir. Birliyin gücünü ifadə edir. Sonra başqa kitabın ifadəsi var. Yaşı, azadlıqla bağlı hansı aforizmləri bilirsiniz uşaqlar? Azadlıqla bağlı aforizm bilən var mı? Buyurun adlı. Ramazanlık hakkında bir soru yapacağım. Artık güçten azad olmadan yüksəlmək mümkün deyil. Sonra azad olmuşluq, azad edilmiş qulun nə edəcəyini bilməz. Keçirilmiş qulun təsvini çəkər ya da yeni ad axtarar. Sonra Cəlal Məmmədquluzadənin bir aforizmi düzdür, yerindədir əlim, ayağım vardır, bədənimdə, canımda hətta. Ancaq bir var ki, yox azadlığım, ağırdır yaşamaq, əsarət haqqda. Yaxşı, əyləşin uşaqlar. Demək biz gəlin refleksiyada aparaq, görək bugün nələr etmiş oldu uşaqlar. İlk öncə nə ilə başladıq, nəyi xatırlayırsınız? Laf birinci nə ilə başladıq, bir süjetlər. Sonra bu hissələriydi. Həmrəyliyin başlamasını, ürünlərin həyat fəaliyyətini müşahidə etdiniz. Sonra həm də müşahidə etdiniz. Birliyi necə anladınız? Nə olan şeydir birlik? Bir görün. İnsanların bir olması, bir yerdə olması, bir yerləsli olması. İnsanların həmrəy olması. Tamam, birlik çoğunluqda birlik nümayiş edilməsi. Bax, beləcə biz bu günləri təlim məqsədlərindən çatdıq. Yəni, həm işinizi sadə dildə ifadə etdiniz, həm də mətnləşi faktlarla müqayisə aparıb müasir dövrlə əlaqələndiniz. İndi isə qiymətləndirmə zamanında təlim nəticələrinin uyğun olaraq qiymətləndirmə aparacağam. Birinci səviyyə üzrə Yusuf Ağayev. İkinci sabit ifadə etməkdə çətinlik çəkən şagirdlərimizdir. Yusuf Ağayev idi, Zeynəb Nəsirli idi. Müəllimin köməkliyi ilə edənlər isə təbii ki, Elnur Dadaşlı və Günəş Bədili oldu. Qurban Hüseyndir, Nəsrin Şahizadədir. Bunlar isə üçüncü səviyyə üzrə qiymətləndirilir. Yerdə qalan şagirdlərimiz isə dəqiqçi sadəcə düzgün və doğru ifadə etməyi bacardılar. Bir də mətndəki faktların müasir dövrə əlaqələndirməyi bacardılar. Yerdə qalan şagirdlərimiz bölümdə 100% qiymətləndirilir.